Salam dəyərli dostlar. Bax, bir çox yoldaşların xahişi ilə çəkirəm bu videonu. Demək, mən sizə demişdim ki, çox çıxarda bilən yen seksiyaların sizə təqdim eləyəcəm. Bax, gördüyünüz kimi hal-hazırda Ağdamdan sifariş var, 64 ədəd çıxardır. Sadəcə olaraq ölçünü özü verib. Bax, ölçü belədir. Zavatskoy yemin ölçüsü var. Bir də ki, özüm pişirdiyim yemin ölçüsü. Bunlar biraz yekədir. Bu Zavatskoyundur. Yəni sifarişdən asılıdır. Özləri hansı ölçüdə deyirsə eləncə çıxardır. Misal üçün Ağdamdan sifariş verilən üçlük palasıdan istifadə olunur. Amma Zavatskoylarda ikili idi. Bax, bu 12 ədədlidir. Bu Bakıya gedəcək. 12 ədədli. Bu 64 ədədli Ağdama gedəcək. Sonra bax, bu Kürdəmirə gedəcək. 24 ədədli. Bu qaydada. Sadəcə olaraq bu qaydada istəyib. İçinin də ölçüsü bax budur. Belənçinə. Bütöv qaydada da bax belənçinə 24 ədəd. Fərqi yoxdur. 12, 24, 30 ədəd, 16 ədəd, 20 ədəd düzəltmək olur. Bax, bu qaydada istəyib. Bir nəfər də Şəmkirdən istəyib bunu 20 ədədlidir. Rezbi ilə istifadə olunacaq deyə şariklə düzəltmişəm. Bu isə Dangratdan istifadə olunacaq deyini bu qaydada. Burada da 20 ədədlidir. 20 ədədlidir. Bax, belənçinin. İndi hal-hazırda birinə 12 ədədlidir. 12 ədədlidir. Mən genelde de onu işləyirəm. O imişlidən sifariş olunur. Bir də ki, bu ölçünün, böyük ölçünün də, bax bunu. Ölçülər qoyun bura, bu görüksün. Siz özünüzə liboy ölçünü verib sifariş verə bilərsiniz. Bu ölçünün 100 ədədlisi var. Onu da inşallah saatliyə Umud qardaşımız sifariş verib, onu 100 ədəd. İndi onun üzərində işləyəcəm. Onu da hazır olanda çəkib sizin üçün paylaşacağım. İnşallah nə düzəldəcəmsə çalışacağım dəqiq və gözəl çıxsın. İnşallah hazır olanda onu da çəkib sizlər üçün paylaşacağım.